Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya Ruhu kanalının müəllimi Səlçi. Bugün sizlərlə azot və onun birləşmələri bölməsindəki amonyak, ammonium duzları, alınması və xassələri mövzusunda 51-dən 100-ə qədər olan sualları izah edəcəm inşallah. Vaxt itirmədən 51-ci sualdan başlayaq. Amonyak üçün hansı ifadələr doğrudur? Suda yaxşı həll olur. Bəli, amonyak suda yaxşı həll olur. Nitrat turşusu ilə reaksiyada oksidləşir. Gəlin nitrat turşusu ilə reaksiyasını yazaq. 51-ci sual 2. Nitrat turşusu reaksiya nəticəsində ammonium nitrat alınacaq. Deməli, NH3-də azotun oksidləşmə dərəcəsi -3-dür. HNO3-də isə, yəni nitrat turşusunda azotun oksidləşmə dərəcəsi -5-dir. Ammonium nitratda da uyğun olaraq azotun oksidləşmə dərəcəsi -3 və -5-dir. Uşaqlar, bu reaksiya heç oksidləşmə reduksiya reaksiyası deyil. Azot burada oksidləşmir. -3 oksidləşmə dərəcəsinə ilə -3 oksidləşmə dərəcəsinə gəlir ammonium ionuna. -5 oksidləşmə dərəcəsindən də elə nitrat turşusu qalığında -5 oksidləşmə dərəcəsini olduğu kimi saxlayır. Yəni nitrat turşusu ilə reaksiyada oksidləşmir. Ammonium şorasının alınmasında istifadə edilir. Bəli, uşaqlar, istifadə edilir. Ammonium şorasının formulu 51-ci sualda 3. Ammonium şorasının formulu NH4 SO4. Ammonium sulfatdır. Bilirik ki, NH3-ün üzərinə turşu gəldikdə, yəni H2SO4 gəldikdə ammonium sulfatı ala bilərik. Cavab 1-3, yəni D variantı. 52-ci sual. Hansı ifadələr amonyak üçün doğru deyil? Ən yüngül qazdır. Doğru deyil. Bu variantı götürürük. Ən yüngül qaz hidrogendir uşaqlar. Nisbi atom kütləsi 1-ə bərabərdir. Katalizator iştirakı ilə oksidləşir. Bəli uşaqlar, amonyak həm katalizator iştirakı ilə, həm də temperaturla oksidləşə bilir. Katalizator iştirakı ilə oksidləşsə NO+ su əmələ gətirəcək. Yalnız temperaturla yansa, yəni oksigenlə reaksiyaya daxil olsa, bu zaman N2+ su əmələ gətirəcək. 2 doğrudur, 2-ni götürmürük. 3-ə baxırıq. Karbon monoksidlə karbamid əmələ gətirir. Xeyr uşaqlar, karbon dioksidlə karbamid əmələ gətirir. NH3 karbon monoksidlə CO ilə karbamid yox, siyanid turşusunu əmələ gətirir. HCN üzərinə gəlinsin su. Karbon dioksidlə isə üzərinə gəlinsin CO2. Karbamid əmələ gətirir. Və su. 3 də doğru deyil. 1-3 cavab Y variantı. 53-cü sual. Amonyak üçün hansı ifadələr doğru deyil? Turşularla reaksiyaya girib ammonium duzları əmələ gətirir. Doğrudur uşaqlar. Baxın 51-ci suala. Turşu ilə reaksiyaya daxil olub və ammonium duzu əmələ gətirib. 1 doğrudur, 1-i götürmürük. Suda məhlulu naşatir spirti adlanır. Doğrudur. Suda məhlulu NH4OH, yəni naşatir spirtidir. 2 də doğrudur. Havada yandıqda azot monoksid əmələ gətirir. Uşaqlar, katalizator iştirakı ilə yandıqda azot monoksid əmələ gətirir. Havada adi şəraitdə yandıqda azot qazı bir də su əmələ gətirir. Yalnız 3 cavab B variantı. 54-cü sual. Ammonium nitrat üçün hansı ifadələr doğru deyil? Uşaqlar, ammonium nitratın formulu NH4NO3 şəklindədir. Hansı ifadələr doğru deyil? Qızdırıldıqda azot dioksid və suya parçalanır. Uşaqlar, azot dioksid qızdırıldıqda azot dioksid yox, diazot monoksidə parçalanır, bir də suya parçalanır. Doğru deyil. 1 doğru deyil. Suda yaxşı həll olur. Doğrudur. Ammonium duzları suda yaxşı həll olur. Qələvlərlə qızdırıldıqda amonyak əmələ gətirir. Doğrudur. Məsələn, ammonium duzları NH4 nitrat üzərinə gəlinsin qələvi kalium OH reaksiya nəticəsində ammonium hidroksid, bir də kalium nitrat əmələ gəlir. Ammonium hidroksid də davamsız birləşmədir. NH3 üzərinə gəlinsin su əmələ gətirir. Qələvlərlə qızdırıldıqda amonyak əmələ gətirir. Doğrudur. Yalnız 1 cavab da D variantı. 55-ci sual. Amonyak, azot, argon, kükürt dioksiddən ibarət qaz qarışığına əvvəlcə kalium OH. Gəlin bunu bir yazaq. 55-ci sual. Amonyak, yəni NH3, daha sonra azot, argon,
və kükürt dioksiddən, kükürt dioksid, karbondioksid yox, kükürt dioksiddən ibarət qaz qarışığına əvvəlcə kalium OH əlavə olunur. Bilirik ki, amonyak əsası xəstəlidir. Kalium OH reaksiyaya daxil olmayacaq. Azot da çox qüvvətli rabitə əmələ gətirdiyi üçün 3 qat rabitə azot molekulları arasında qələvlərlə, əsaslarla, daha sonra həmçinin turşu ilə oksidlər reaksiyaya daxil olmur. Argon təsirsiz qazdır. Demək olar ki, heç bir maddə ilə reaksiyaya daxil olmur. CO2 isə, daha doğrusu SO2 isə kükürt dioksid, turşu oksididir. Qələvi ilə reaksiyaya daxil olacaq, kalium OH ilə reaksiyaya daxil olacaq və reaksiya nəticəsində kalium sulfid, bir də su əmələ gələcək. SO2 reaksiyaya daxil oldu. SO2-ni qaz qarışığından ayırdıq. Deməli, bizə sualda nə istəyir? Əlavə məhlulları buraxılsa, hansı qazlar reaksiyaya daxil olmaz? Uşaqlar, SO2 reaksiyaya daxil oldu, getdi. İndi deyir ki, H3PO4 əlavə olunsa. Uşaqlar, H3PO4 əlavə olunsa, bilirik ki, NH3, H3PO4 ilə reaksiyaya daxil olacaq. Səbəbi də əsası xəstəlidir. Turşularla reaksiyaya daxil olub, reaksiya nəticəsində ammonium ortofosfat əmələ gətirəcək. PO4. NH3 qazı da reaksiyaya daxil oldu. Hansı qazlar reaksiyaya daxil olmadı? Azot qazı, bir də argon. Cavab da oldu B variantı. Keçdik 56-cı suala. Yenə amonyak, azot, karbon dioksid. Bir də bu zaman gəlin müxtəlif qazlar verilib. Gəlin bir də reaksiyanı yazaq. 56-cı sual. Bizə verilən qazlar amonyak, azot, daha sonra karbon dioksid, bir də xlor. Bizə deyir ki, əvvəlcə kalsium hidroksid, sonra isə H2SO4 məhlulları buraxdıqda, kalsium hidroksid buraxdıqda uşaqlar CO2 turşu oksidi olduğu üçün qələvlərlə reaksiya daxil olacaq və reaksiya nəticəsində alınacaq kalsium karbonat, bir də kalsium karbonat çöküntüdür, bir də su əmələ gələcək. Daha sonra xloru da bilirik ki, qələvlərlə reaksiya daxil olur. Hətta reaksiya iki şəraitdə gedə bilir. Normal şəraitdə qələvlərlə reaksiya daxil olsa, kalsium xlorid, kalsium hipoxlorid, bir də su əmələ gətirəcək. Yox, əgər temperatur şəraitində reaksiya baş versə, bu zaman kalsium xlorid, kalsium xlorat, bir də su əmələ gələcək. Davam edirik. Deməli, SO2 və xlor qazını qaz qarışığından ayırdıq. Daha sonra deyir ki, qaz qarışığına H2SO4, yəni turşu əlavə olunsa, NH3 əsası xəstəli olduğu üçün turşu ilə reaksiya daxil olacaq və reaksiya nəticəsində NH4, 2SO4 və yaxud da hidroduzu da alına bilər ammoniumun. Bunun səbəbini də bayaqki suallarımızda izah etdik. Çünki hidrogen iyonları özünə bir hidrogen iyonu birləşdirə bilir NH3. H2SO4-ün və NH3 mol miqdarından asılı olaraq normal duz və turş duz əmələ gələ bilir. Deyir, hansı qazlar reaksiyaya daxil olmaz? Yalnız azot reaksiyaya daxil olmadı. Cavab da oldu B variantı. 57-ci sual. Azot və hidrogendən ibarət bir reaksiya var və NH3 alınır. Daha sonra azotla oksigen reaksiyaya daxil olub NO əmələ gəlir. Hər iki reaksiya üçün hansı ifadələr doğru deyil? Birləşmə reaksiyasıdır. Doğrudur. Hər ikisi birləşmə reaksiyasıdır. Mol sayının dəyişməsi ilə gedir. Gəlin ilk öncə reaksiya məhsullarının və reaksiya daxil olan maddələrin mol miqdarını yazaq. 1 mol azot reaksiyaya daxil olur 1 mol oksigenlə, 2 mol NO əmələ gələcək. Hər üçü qazdır. 1 mol azot 3 mol hidrogenlə reaksiyaya daxil olub 2 mol NH3 əmələ gələcək. Mol sayının dəyişməsi ilə gedir. Azotla hidrogenin reaksiyası nəticəsində 4 mol qaz reaksiyaya daxil olur və 2 mol qaz alınır. Azotla oksigen reaksiyasında isə 2 mol qaz reaksiyaya daxil olur və 2 mol da qaz alınır. Mol dəyişməsi ilə gedən yalnız azotla hidrogenin reaksiyasıdır. Azotla oksigenin reaksiyasında mol dəyişməsi baş vermədiyi üçün bu yanlışdır. 2-ni götürürük. İstiliyin udulması ilə gedir. Xeyr uşaqlar. Azotun hidrogenlə reaksiyası istiliyin ayrılması ilə gedir. Müsbət Q. Amma gəlin böyüdə göstərim daha yaxından. Amma azotun oksigenlə reaksiyası isə istiliyin udulması ilə gedir. Mənfi Q. Bunun səbəbini də uşaqlar gəlin indi izah eləyək. Keçən dəfəsində bunun səbəbini izah elədim. Yenə də qısa bir izah verək.
Azotla azot arasında qüvvətli bir rabitə var. Azotla azot arasındaki rabitənin qırılmasına sərf olunan enerji, azotla oksigen arasındaki reaksiyanın getməsi üçün ayrılan enerjidən daha çox olduğu üçün istiliyin udulması ilə gedir bu reaksiya. Amma əksər birləşmə reaksiyaları azotla hidrogen arasında olduğu reaksiya kimi istiliyin ayrılması ilə gedir. Ona görə bu 3 də doğru deyil. 3 də götürürük. 2, 3 cavab da oldu B variantı. Keçdik 58-ci suala. 58-ci sual. Hansı reaksiyadan alınan bütün məhsullar amonyakla qarşılıqlı təsirdə olmur? Kalsiumun su ilə reaksiyası nəticəsində kalsium hidroksid bir də hidrogen əmələ gəlir. Nə kalsium hidroksid, nə də hidrogen amonyakla qarşılıqlı təsirdə olmayacaq. Cavab A variantı. Səbəbi də bilirik ki, amonyak, yəni NH3 özü əsaslıq, zəif əsaslıq əsasəldir. Əsaslarla reaksiyaya daxil olmur. Hidrogenin də özünə birləşməyə daha yeri olmadığına görə A variantındakı bütün məhsullar NH3 ilə reaksiyaya daxil olmayacaq. B variantına baxırıq. H2O2-nin manqan 4 oksid iştirakında parçalanması nəticəsində su bir də oksigen əmələ gələcək. Oksigen NH3 ilə reaksiyaya daxil olur bilirik. Hətta iki şəraitdə temperatur və katalizator iştirakında ayrı-ayrı məhsullar əmələ gətirirdi. NH3 su ilə reaksiyaya daxil olub naşatır spirtini əmələ gətirir. B variantı doğru deyil. Çünki hər ikisi, alınan maddələrin hər ikisi NH3 ilə reaksiyaya daxil oldu. C variantında NO2 oksigen bir də su reaksiyasından HNO3 əmələ gəlir. Yəni nitrat turşusu. Bilirik ki, NH3 zəif əsaslı xassəldir. Turşularla reaksiyaya daxil olub amonium duzlarını əmələ gətirir. C variantı da yanlışdır. Kalsium hidrokarbonat parçalanması nəticəsində kalsium karbonat, CO2, bir də su əmələ gələcək. Su NH3 ilə reaksiyaya daxil olub naşatır spirti əmələ gətirəcək. CO2 NH3 ilə reaksiyaya daxil olacaq çünki turşu oksididir. Turşu oksidlər əsaslarla reaksiyaya daxil olub normal duz əmələ gətirir. Kalsium karbonat da NH3 ilə reaksiyaya daxil olmayacaq. D variantı da yanlışdır. Çünki iki maddə reaksiyaya daxil oldu NH3 ilə. Kalium xloro3-ün manqan 4 oksid iştirakında parçalanması, yəni Bertolli duzunun parçalanması oksigenin laboratoriyada alınma reaksiyasıdır. Reaksiya nəticəsində kalium xlor bir də oksigen qazı alınır. Kalium xlor NH3 ilə reaksiyaya daxil olmasa da oksigen qazı reaksiyaya daxil olur və iki şəraitdə reaksiyaya daxil olur. Temperatur və katalizator iştirakında ayrı-ayrı. Keçdik 59-cu suala. Hansı reaksiyadan alınan məhsulların bütün məhsullar amonyakla reaksiyaya daxil olacaq? Natriumun su ilə reaksiyası natrium hidroksid və hidrogenin alınması ilə gedir. Reaksiya məhsullarının hər ikisi amonyakla reaksiyaya daxil olmayacaq. Mis 2 hidroksidin parçalanması nəticəsində mis oksid bir də su əmələ gələcək. Mis 2 oksid daha doğrusu. Mis 2 oksid bilirik ki, amonyakla reaksiyaya daxil olub. Mis azot qazı bir də su əmələ gətirir. Deməli su isə amonyakla reaksiyaya daxil olub NH4OH, yəni naşatır spirtini əmələ gətirir. Naşatır spirt də davamsız birləşmədə amonyakla suya parçalanır yenə. Cavab B variantı, yəni hər iki maddə, reaksiya nəticəsində alınan hər iki maddə amonyakla reaksiyaya daxil oldu. Digər maddələrə baxırıq. Kalium SO4-ün üzərinə barium xlorid gələndə, kalium xlor üzərinə gəlsin barium SO4, alınan reaksiya məhsullarının hər ikisi amonyakla reaksiyaya daxil olmayacaq. D variantına baxırıq. Dəmirin üzərinə su gəldikdə ferium 2O3 bilirik ki, orta aktiv metallar su ilə reaksiyaya daxil olduqda metalın oksidini bir də hidrogen əmələ gətirir. Ferium 2O3 amfoter oksid olduğu üçün NH3 ilə reaksiyaya daxil olacaq. NH3 əsası xassəldir. Amma hidrogen NH3 ilə reaksiyaya daxil olmadığına görə D variantı yanlışdır. Suyun elektrolizi nəticəsində hidrogen qazı bir də oksigen qazı alınır. Oksigen NH3 ilə iki şəraitdə həm temperatur, həm katalizator iştiraklı reaksiyaya daxil olur. Amma hidrogen qətiyyən reaksiyaya daxil olmadığına görə Y variantı da yanlışdır. 60-cı sual. Hansı maddə oksigende yanır, qələvilərlə reaksiyada daxil olmur, havadan yüngüldür? Uşaqlar, oksigende yanır. SO2 oksigende yanır, qələvlərlə reaksiyaya daxil olur. Çünki turşu oksididir. Turşu oksidləri qələvlərlə reaksiyaya daxil olub duz və su əmələ gətirir. H-xlor oksigende yanmır. B variantı yanlışdır. NH3 həm oksigende yanır, həm qələvlərlə reaksiyaya daxil olur. Qələvlərlə reaksiyaya daxil olmur, həm də havadan yüngüldür. Çünki nisbi molekul kütləsi 17 qramdır. Cavab oldu NH3. NH3 niyə qələvlərlə reaksiyaya daxil olmur? Çünki zəif əsası xassələrdir. C2H6 elə oksigende yanır. Üzvü maddələr oksigende yananda karbon qazı və su əmələ gətirir. CO oksigende yanır və CO2 əmələ gətirir. Qələvlərlə də bilirik ki, CO duz əmələ gətirməyən oksid, amma natrium OH reaksiyaya daxil olduğunda istisna haldır. Formiat turşusunun duzlarını əmələ gətirir. CO düzdür, havadan yüngüldür. Yalnız qələvlərlə reaksiyaya daxil olduğu və yandığı üçün bu variant da yanlışdır.
Keçirik 61-ci suala. 61-ci sual. Hansı maddə termiki parçalanır? Kəskin eğridir, H-xlorla reaksiyaya daxil olur. Gəlin uşaqlar, kalsium karbonat termiki parçalanır, kalsium oksid və karbon qazını əmələ gətirir. Kəskin eğridir. Xeyr uşaqlar, kalsium karbonat kəskin eğri deyil. CH4 də termiki parçalanır, karbon və hidrogeni əmələ gətirir. Amma kəskin eğri olmadığına görə B variantı da yanlışdır. H2O termiki parçalanır, doğrudur, amma o da kəskin eğri deyil. NH3 termiki parçalanır, azot və hidrogeni əmələ gətirir, kəskin eğridir, doğrudur. H-xlorla reaksiyaya daxil olub, ammonium xlorid, NH4 xlor əmələ gətirir. D variantı doğrudur. Y variantında nə yanlışdır? Termiki parçalanır, SO2 termiki parçalanır, kəskin eğridir. Xeyr uşaqlar, yanan kibrit iyinə malikdir onun iyi. Yəni çox kəskinliyi yoxdur. H-xlor ilə reaksiyaya daxil olur. SO2 öz turşu oksididir. Turşularla reaksiyaya daxil olmayacaq. Ona görə Y variantı da yanlışdır. 62-ci sual. Hansı maddə suda yaxşı həll olur, turşularla duz əmələ gətirir, polyar kovalent rabitəlidir? Uşaqlar, xlor 2 bilirik ki, qeyri-polyar kovalent rabitəlidir. Çünki polyar kovalent rabitəli maddələr müxtəlif element atomları arasında yaranır. Daha sonra suda yaxşı həll olur. H-xlor, NH3 suda yaxşı həll olur. SO2 suda yaxşı həll olmur, su ilə birbaşa reaksiyaya daxil olur və turşu əmələ gətirir. Kalsium oksid də həmçinin suda yaxşı həll olmur, su ilə birbaşa reaksiyaya daxil olub və turşu əmələ gətirir. Daha sonra 2 maddəmiz qaldı. Turşularla duz əmələ gətirir. Uşaqlar, H-xlor özü turşudur. Turşularla reaksiyaya daxil olmayacaq. Yəni H-xlor özü turşudur. Eyni xassəli maddələr bir-birləri ilə reaksiyaya daxil olmur. NH3 suda həm yaxşı həll olur, həm turşularla reaksiyada duz əmələ gətirir. Məsələn, NH3 üzərinə gəlsə H-xlor, ammonium xlorid duzunu əmələ gətirir. Həm də polyar kovalent rabitəli birləşmədir. 63-cü sual. Uşaqlar, bizə deyir ki, HNO3-ün üzərinə X gəldikdə NH4 nitrat, yəni ammonium nitrat, üzərinə Y gəldikdə yenidən X ala bilirik. X və Y maddələrini müəyyən eləyin deyir. Gəlin variantlarla bir-bir baxaq. Nitrat turşusunun üzərinə ammonium xlorid gəlirik. Hər ikisi, deməli, HNO3 bilirik ki, deməli, NO3 turşusu ilə xlorid turşusu eyni qüvvətliyə malik turşulardır. Bir-birlərini normal halda sıxışdırıb çıxarda bilmirlər. Yalnız reaksiya nəticəsində çöküntü, qaz alınarsa, bu zaman bu turşular bir-birlərini sıxışdırıb çıxarda bilir. Ammonium xloridin üzərinə HNO3 gəldikdə ammonium nitrat bir də H-xlor əmələ gəlir. Hər ikisi suda həll olduğuna görə bu reaksiya getməyəcək. Yəni ammonium xlorid nitrat turşusu reaksiyaya girməyəcək, çünki hər ikisi suda həll olur. Ammonium hidroksid üzərinə gəlinsin. NH4OH-ın üzərinə HNO3 gəldikdə ammonium nitrat bir də su əmələ gələcək. Bu reaksiya gedəcək, çünki əsaslarla turşular reaksiyaya daxil olur. Deməli, ikinci B variantı doğru kimi görünür. NH3-ün üzərinə nitrat turşusu gəldikdə NH4 nitrat alınır. Doğrudur, ammonium nitrat alınır. Sonra sulfat, qətiyyən NO3 ionu sulfat turşusunu sıxışdırıb çıxarda bilməz. Çünki sulfat turşusu nitrat turşusundan qatı turşudur. Ona görə D variantı heç ödəmir. Y variantı da NH3-dür, ödəyir cavab. İndi keçirik digər varianta baxmağa. Deyir ki, NH4 nitratın, yəni ammonium nitratın üzərinə Y gəldikdə, yəni argentium nitrat gəldikdə, reaksiya nəticəsində ammonium nitrat ilə argentium nitrat alınır. Bu reaksiya getməyəcək. Ammonium nitratın üzərinə kalium hidroksid gəldikdə ammonium hidroksid. Gəlin reaksiya məhsulunu yazım. NH4OH bir də HNO3 alınacaq. Üzrəm, kalium NO3 alınacaq. Kalium var. Deməli, biz ammonium nitratın üzərinə NH4NO3-ün üzərinə kalium OH gəldikdə kalium nitrat bir də NH4OH alınacaq. NH4OH da davamsız birləşmədir, parçalanır NH3, üzərinə gəlinsin su. Biz X-i də NH3 kimi götürmüşdük, onda C variantı doğru variant kimi görülür. C variantı doğrudur. Keçirik Y variantı niyə yanlışdır ona baxaq. Alüminium hidroksid NH4 nitratla reaksiyaya daxil olmayacaq. Səbəbi də alüminium hidroksid çöküntüdür. Biz demişdik ki, duzlar əsaslarla reaksiyaya daxil olduqda iki şərt ödənməlidir. Ya reaksiyaya daxil olan maddələrin hamısı suda həll olmalıdır, ya da reaksiya nəticəsində çöküntü alınmalıdır. Ona görə də bu reaksiya getməyəcək. Y variantı da yanlışdır. 64-cü sual eyni tipdə sualdır uşaqlar. X maddəsi NH4 xlor ola bilər. Çünki reaksiya nəticəsində X maddəsi NH4 xlor ola bilməz. Çünki bayaq müəyyən elədik ki, NH4 xlorun üzərinə HNO3 gəldikdə gəlin 64-də aşağı salaq.
NH4 xlorun üzərinə HNO3 gəldikdə burada da gördüyümüz ki, ammonium nitrat bir H xlor əmələ gəlir. Hər ikisi suda həll olduğu üçün NH4 xlor ammonium nitratla reaksiyaya daxil olmaz. Çünki sıxışdırıb ikisi eyni qüvvətliyə malik turşulardır. Bir-birlərini normalda sıxışdırıb çıxarda bilmirlər. Yalnız çöküntü alınsa sıxışdırıb çıxarda bilirlər ki, çöküntü alınmır. Ona görə NH4 xlor nitrat turşusuna reaksiyaya daxil olmayacaq. NH3 daxil olub ammonium nitrat əmələ gətirəcək. B variantı doğru kimi görünür. Nitrat turşusu sulfat turşusunun duzundan sıxışdırıb çıxarda bilməz. Səbəbi də sulfat turşusu nitrat turşusundan daha qüvvətlidir. Y variantı doğrudur. D variantında da NH4 nitrat, yəni ammonium nitrat də su əmələ gələcək. Doğrudur, əsaslar turşularla reaksiyaya daxil olacaq. B, D, Y variantları doğru kimi görünür. Digər variantlara baxırıq. Deməli, NH4, yəni ammonium nitratın üzərinə qələvi gələcək. Bu zaman alınacaq NH4OH, yəni naşatır spirti, bir də natrium nitrat. Bayaq gördüyümüz kimi, baxın, kalium nitrat ilə eyni reaksiya baş verəcək. NH4OH da davamsız birləşmədir. Amonyak bir də suya parçalanır. Ona görə B variantı ilə doğru variantı. İkisi də elə amonyak götürmüşdü. X olacaq NH3. Reaksiya ödənilir. Digər variantlar niyə ödənilmir baxaq. Argentium nitratla NH4 nitrat, yəni reaksiyaya daxil olmayacaq. Daha sonra ferium OH3 də çöküntüdür. Deməli, duzlarla, yəni ammonium nitratla reaksiyaya daxil olmayacaq. 65-ci sual. Ammonium hidroortofosfat, ammonium nitrat və ammonium sulfat duzları üçün ümumi olan nədir? A variantından başlayırıq. Qızdırıldıqda amonyaka və müvafiq turşuya parçalanır. Düzdür, H3PO4 nə? Yəni ammonium hidroortofosfatla ammonium sulfat qızdırıldıqda amonyaka və müvafiq turşuya parçalanır. Amma NH4 nitrat, yəni ammonium nitratın parçalanması fərqli cürdür. Diazot monoksid, yəni N2O, bir də su əmələ gətirir. Ona görə A variantı yanlışdır. Qələvi məhlulu ilə reaksiyaya daxil olur. Doğrudur. Qələvi məhlulu ilə reaksiyaya daxil olur. Hətta qələvi məhlulu ammonium ionunun təyini reaksiyalarında istifadə olunur. Bu zaman naşatır spirti əmələ gələcək. Bir də müvafiq turşu, müvafiq natrium turşunun natrium duzu. Məsələn, gəlin hamısını bir-bir natriumla OH-la reaksiya salıb baxdırmayıb, birini salaq. Tutaq ki, H2SO4, yəni ammonium sulfatı salaq. Gəlin, natrium OH, üzərinə gəlinsin ammonium sulfat. Reaksiya nəticəsində alınacaq natrium sulfat. Bir də NH4OH. NH4OH da davamsız birləşmədə parçalanacaq. NH3 üzərinə gəlinsin, su əmələ gətirəcək. Gördüyünüz uşaqlar, deməli, bütün bu 3 tuzun 3-ü ilə də reaksiyadan natrium OH bu şəkildə NH3 və su əmələ gətirəcək. NH3 qazının da kəskinliyindən biz həmin birləşmədə, yəni ammonium ionunun olduğunu müəyyən edirik. Turş duzlardır. Xeyr, yalnız HPO4, yəni ammonium hidroortofosfat turş duzu, digərləri normal duzdur. Bütün turşularla reaksiyaya daxil olur. Xeyr, SO4 heç bir turşu ilə reaksiyaya daxil olmaz. Səbəbi də yəni çünki ən qüvvətli turşudur. H-xlorla reaksiyaya daxil olmaz. Xlor onu sıxışdırıb çıxarda bilməz. Amma yalnız H2S turşusu çöküntü alınanda SO4 ionunu belə çıxarda bilirdi. Burada deyir bütün turşularla, xeyr, bütün turşularla reaksiyaya daxil olmurlar. Özlərindən zəif turşularla reaksiyaya daxil olurlar. Suda məhlulları zəif elektrolitdir. Xeyr, uşaqlar, suda məhlulları qüvvətli elektrolitdir. 66-cı sual bizə doğru olmayanı istəyir. Gübrə kimi tətbiq olunur. Bəli, gübrə kimi tətbiq olunurlar. Sonra qızdırıldıqda ammonyakı müvafiq turşuya parçalanır. Bayaq uşaqlar bunu yazdı. Yalnız ammonium nitrat qızdırıldıqda N2O, bir də suya parçalanır. B variantı doğru deyil. Suda məhlulu qüvvətli elektrolitləri doğrudur. Natrium OH reaksiyaya daxil olur, doğrudur. Yuxarıda yazmışıq. Suda həll olurlar, doğrudur. Ammonium duzları suda həll olurlar. 67-ci sual. Bizə NH3-ün oksigenlə reaksiyasını katalizator iştirakında verib, platin katalizatorun iştirakında. Bilirik ki, amonyak oksigenlə katalizator iştirakında reaksiyaya daxil oldusa, azot monoksid, bir də su əmələ gətirəcək. Ammonium nitrat parçalandıqda diazot monoksid, bir də su əmələ gələcək. NH4 xlor parçalandıqda isə amonyak qazı, bir də su əmələ gəlir. H-xlor əmələ gəlir. Reaksiya üçün hansı ifadə doğrudur? Suda yaxşı həll olan qazlar alınır. Uşaqlar, NO suda qətiyyən həll olmur, duz əmələ gətirməyən oksiddir. N2O da həmçinin duz əmələ gətirməyən oksiddir. NH3 suda yaxşı həll olur, doğru deyil. Yalnız NH3 üçün ödənilir. Parçalanma reaksiyalardır. Xeyr, birinci reaksiya birləşmə reaksiyasıdır.
daha doğrusu birinci reaksiya əvəz etmə reaksiyasıdır. 2 və 3-cü reaksiyalar isə parçalanma reaksiyalarıdır. Yalnız mürəkkəb maddələr alınır. Doğrudur. Bu reaksiyalar nəticəsində yalnız mürəkkəb maddələr alındı. Oksidləşmə reduksiya reaksiyalarıdır. Gəlin baxaq uşaqlar, oksidləşmə reduksiya reaksiyasıdır. NH4 xlor parçalandıqda azot -3 oksidləşmə dərəcəsinə ilə -3 oksidləşmə dərəcəsinə gəlir. 3-cü reaksiya oksidləşmə reduksiya reaksiyası deyil. Ona görə D variantı da ödəmir. Digər reaksiyalar oksigen 0 oksidləşmə dərəcəsinə -2 oksidləşmə dərəcəsinə gəlir. 1 oksidləşmə reduksiya reaksiyasıdır. 2-yə baxırıq. Azot burada deməli -3 və -5 oksidləşmə dərəcəsindən gəlir -1 oksidləşmə dərəcəsinə. Doğrudur. Bu reaksiya oksidləşmə reduksiya reaksiyasıdır, amma yalnız 3 oksidləşmə reduksiya reaksiyası olmadığı üçün D variantı da yanlışdır. Yalnız oksidlər alınır. Xeyr uşaqlar, baxın H xlor turşu da alınıb və NH3. Yalnız oksidlər alınmır. 68-ci sual. Mis-2 oksid və NH3 arasında baş verən reaksiyada amonyakın miqdarı qrafikdəki kimi dəyişərsə, neçə mol mis-2 oksid reduksiya olunmuşdur? Gəlin 68-ci sualda ilk öncə reaksiyanı yazmaqla başlayaq. Mis-2 oksidin üzərinə amonyak gələk. Bilirik ki, bu reaksiya azotun alınması reaksiyasıdır. Reaksiya nəticəsində sərbəst mis, azot qazı, bir də su əmələ gəlir. İndi reaksiya tənliyini əmsallaşdıraq. 3 yazırıq suyun qarşısına. 3 mol mis, 3 mol, 2 mol. Reaksiya tənliyi əmsallaşdı. Davam edirik. Deməli, amonyakın qrafikini verib, zamandan asılı olaraq dəyişmə qrafiki. Ümumilikdə 8 mol amonyak götürülür. Onun 2 molu artıq qalıb, çıxılsın 2. Deməli, 6 mol amonyak reaksiyaya daxil olur. Uşaqlar, 2 mol amonyak reaksiyaya daxil olur. 3 mol mis-2 oksidlə, düz deyil. Əgər 6 mol amonyak reaksiyaya daxil olubsa, neçə mol mis-2 oksidlə x mol? X də bərabərdir, 2 xəsər gedir 3 dəfə, 9 mol mis-2 oksidlə reaksiyaya daxil olub. Deməli, bizə deyir ki, mis-2 oksid reduksiya olunmuşdur. Neçə mol mis-2 oksid reduksiya olunmuşdur? Uşaqlar, mis-2 oksid, baxın, mis-2 oksiddə müsbət 2 oksidləşmə dərəcəsinə, 0 oksidləşmə dərəcəsinə gəlir. Yəni, oksidləşdiricidə elektron alır. Yəni, prosesdə olur reduksiya. Bütün mis-2 oksidin tərkibindəki misin hamısı reduksiya olunur. Baxın, 3 mol mis-2 oksid reaksiyaya daxil olub, elə 3 mol da mis alınır. Deməli, 9 mol biz tapdıq ki, mis-2 oksid reaksiyaya daxil olub. Elə onun 9 molda reduksiya olunacaq. Cavab da oldu D variantı. 69-cu sual. 22,4 litr amonyak və 49 qram H2SO4 ilə reaksiyadan hansı maddə və neçə qram alınar? Uşaqlar, gəlin 69-cu sualı yazaq. Amonyak üzərinə gəlir H2SO4. Uşaqlar, indi reaksiya məhsulu olaraq biz normal duz da ala bilərik, turş duz da ala bilərik. İndi hardan bilərik ki, reaksiya cavabı, yəni reaksiya nəticəsində normal duz alınacaq, yoxsa turş duz alınacaq ki, variantlarda da həm normal duz verilib, həm də turş duz verilib. Gəlin indi maddələrin mol miqdarına baxaq. 22,4 litr amonyak neçə moldur uşaqlar? 1 mol. 1 mol amonyakla 49 qram H2SO4, 49 qram sulfat turşu neçə moldur? 0,5 mol H2SO4 reaksiyaya daxil olur. Uşaqlar, bu zaman alınacaq normal duz. Niyə? Çünki NH3 özünə bir hidrogen birləşdirə bilir, bir hidrogen iyonu birləşdirir və NH4 müsbət iyonuna çevrilir, ammonium iyonuna çevrilir. Yəni, özünə 2 hidrogen birləşdirə bilməz. Deməli, əgər NH3-ün özünə birləşdiyi hidrogenlərin, yəni sayı qədər H2SO4-də hidrogen olarsa, bu zaman normal duz alınacaq. Məsələn, 1 mol NH3 özünə bir dənə hidrogen iyonu birləşdirə bilər. 0,5 mol H2SO4-də neçə hidrogen iyonu var? 1 hidrogen iyonu var. Çünki 1 mol H2SO4-də 2 dənə hidrogen atomu var. Düz deyil? Yəni 2 dənə hidrogen iyonu var. 0,5 mol H2SO4-də də bir dənə hidrogen müsbət iyonu var ki, NH3 özünə bir dənə hidrogen müsbət iyonu birləşdirə bilirdi. Ona görə də normal duz alınacaq. NH4 ammonium sulfat. Davam edirik. Ammonium sulfat duzu alınacaq. Y variantı, B variantı və D variantı yanlışdır. İndi bizə deyir neçə qram ammonium sulfat alınacaq. Uşaqlar, gəlin indi mol miqdarlarına uyğun olaraq maddələri müəyyən eləyək. 2 mol NH3 reaksiyaya daxil olar. 6, 8 hidrogenlərin sayı bərabərləşdi. 2 mol NH3 reaksiyaya daxil olsaydı 1 mol ammonium sulfat alınardı. Amma 1 mol NH3 reaksiyaya daxil olduğu üçün 0,5 mol
ammonium sulfat alınıb. 1 mol ammonium sulfatın kütləsi də bərabərdir. Yəni MR-ni yazaq. Ammonium sulfatın MR-ni NH4 MR də bərabərdir 28, üzərinə gəlinsin 8, üzərinə gəlinsin 32, üzərinə gəlinsin 64. Bu da uyğun olaraq bərabərdir 72, üzərinə gəlinsin 60, 132. Deməli 132 qram ümumi NH4 ammonium sulfatın, yəni NH4-2SO4-ün nisbi molekul kütləsi 1 mol ammonium sulfatın nisbi molekul kütləsi 132 qramdırsa, 0,5 mol ammonium sulfatın nisbi molekul kütləsi olacaq 66 qram. Cavab da oldu C variantı. Keçirik 70-ci suala. Eyni tipdə sualdır. İndi maddələrin mol miqdarına uyğun biz müəyyən eləyəcəyik ki, normal duz alınır, yoxsa turş duz alınır. Gəlin 70-ci sualı yazaq. Deməli, amonyakla H2SO4-ün reaksiyası nəticəsində duz alınır. Deməli, 11,2 litr amonyak neçə moldur uşaqlar? 0,5 mol. 49 qram H2SO4 neçə moldur? 0,5 mol. 0,5 mol H2SO4-də bir hidrogen müsbət iyonu var. Amma NH3 özünə bir hidrogen müsbət iyonu birləşdirə bilərdi. 1 mol NH3. Amma yarım mol, yəni 0,5 mol NH3 olduğuna görə özünə 0,5 mol hidrogen müsbət iyonu birləşdirəcək. Baxın, 1 mol NH3 özünə 1 mol H müsbət iyonu birləşdirib NH4 müsbət əmələ gətirirdi. Yəni ammonium iyonunu əmələ gətirirdi. Bizim 0,5 mol NH3-ümüz olduğu üçün 0,5 mol hidrogen müsbət iyonu ilə birləşib 0,5 mol da ammonium duzunu əmələ gətirəcək. Onda 0,5 mol hidrogen müsbət iyonu artıq qalacaq. O da turş duzun əmələ gəlməsinə səbəb olacaq. Uşaqlar, mən bunu əslində belə aydın yazdım ki, siz tam görəsiniz. Devam edirik. İndi turş duzun formulunu yazaq. NH4 hidro-SO4. İndi reaksiya tənliyini əmsallaşdıraq. 0,5 molda ilə ammonium hidrosulfat alınacaq. Uşaqlar, ammonium hidrosulfatını ilk öncə gəlin MR-ni yazaq. Cavab B variantı ilə C variantı ola bilməz. Çünki normal duz alınmaz. MR NH4 hidro-SO4 də bərabərdir 28, 14, 18, 18, üzərinə gəlinsin 33, üzərinə gəlinsin 64. 33 ilə 64-ün cəmi uşaqlar 97 eləyir. 97-nin üzərinə də 18 gələndə 115 qram. Bizdə 1 mol deməli ammonium hidrosulfatın MR-i 115 qramdır. 0,5 mol ammonium hidrosulfatın MR-i də uyğun olaraq bərabər olacaq 57,5 qram. Cavab da A variantı. 71-ci sual. Dəqiqə. 71-ci sual. Bizə X əlavə eləyirlər NH4 xlor məhlulunun üzərinə. Bu zaman Y qazı çıxır. Y qazı ilə də birlikdə oksigen temperatur şəraitində reaksiyaya daxil olub. Z qazı çıxır və su əmələ gəlir. Uşaqlar, gəlin indi variantlara uyğun X, Y, Z-i müəyyən eləyək. Kalium OH. NH4 xlorun üzərinə kalium OH əlavə elədikdə ammonium hidroksid, bir də kalium xlor alınır. Ammonium hidroksid yəni parçalandıqda NH3 qazı alınır. NH3 qazı da oksigenlə temperatur şəraitində reaksiyaya daxil olduqda N2 qazını əmələ gətirir. Deməli, A variantında N2 qazı əmələ gəlməli idi, NO yox. Bu variant NO pozdur. B variantında H2SO4 NH4 xlorla reaksiyaya daxil olacaq. Ammonium sulfat və H xlor əmələ gətirəcək. Qaz əmələ gəlmədiyinə görə, yəni ammonium burada H xlor məhluldadır uşaqlar, qaz halında deyil. Bu variant doğru deyil. Natrium OH reaksiyaya daxil olacaq, doğrudur. Y qazı N2 yox, NH3 olmalıdır. Kalsium OH2 reaksiyaya daxil olacaq, NH3 qazı əmələ gələcək. NH3 qazı da temperaturla oksigenlə reaksiyaya daxil olduqda azot qazını yaradır. Ona görə də cavab D variantı. Y variantında da uşaqlar qələvilər, yəni sink OH2 özü çöküntüdür. Çünki amfoter əsaslar bilirik ki, çöküntüdür. Yalnız qələvi və qələvi torpaq metalların əsasları suda həll olur. Biz duzlarla əsasların reaksiyasında iki şərt ödənməlidir demişdik. Bir, hər iki reaksiyaya daxil olan hər iki maddə suda həll olmalıydı və reaksiya nəticəsində çöküntü alınmalıydı. Sink OH2 çöküntü olduğuna görə, suda həll olmadığına görə bu reaksiya heç getməyəcək.
72-ci sual. Deməli, NH4 ammonium karbonatın parçalanması nəticəsində 3 dənə maddə əmələ gəlir. Gəlin, solda ammonium karbonatı parçalayaq. Reaksiya nəticəsində alınacaq NH3, karbon qazı, bir də su. 3 növ maddə əmələ gəldi. İndi X, Y və Z maddələrinə uyğun yalnız 1 və 3-cü qablarda reaksiyaya gedirsə, 1 və 3-cü qablarda, deməli, alüminium oksidlə amfoter oksidlə reaksiyaya daxil olmur Y maddəsi. Uşaqlar, NH3 əsası xassəlidir, amfoter oksidlə reaksiyaya daxil olacaq. SO2 nədir? SO2 turşu oksididir, amfoter oksidlərlə reaksiyaya daxil olacaq. Amma su amfoter oksidlərlə və qarışıq oksidlərlə reaksiyaya daxil olmur. Onda Y oldu su. Davam edirik. X, Y və Z molekullarının polyar kovalent rabitələrinin sayını müəyyən edin. Uşaqlar, Y-i müəyyən eləyəndən sonra X və Z-i müəyyən eləmək çətin olmasa gərək. Çünki dedim ki, NH3 əsası xassəlidir, onda turşu ilə reaksiyaya daxil olacaq. Z olacaq NH3. CO2 də turşu oksididir, onda əsasla reaksiyaya daxil olacaq. X də olacaq CO2. Deyir, X, Y və Z molekulundakı polyar kovalent rabitələrin sayını müəyyən edin. Uşaqlar, Z molekulunda 3 polyar kovalent rabitə var. Çünki azotla hidrogen arasında 3 rabitə var. CO2-də isə 4 polyar kovalent rabitə var. Niyə? Çünki karbonla oksigen arasında 4 rabitə var. H2O-da isə uyğun olaraq 2 polyar kovalent rabitə var. Oksigenlə hidrogen arasında 2 rabitə var. Davam edirik. Bizə deyir ki, molekulların polyar kovalent rabitələrini düzün. X-də 4, Y-də 2, Z-də isə 3. Cavab da B variantı. Keçdik 73-cü suala. Eyni tipdə sualdır uşaqlar. Gəlin ilk öncə bu ammonium karbonat parçalandıqda hansı maddələr əmələ gəlir onu yazaq. Bilirik ki, bayaq yazmışdıq NH3 qazı əmələ gələcək, CO2 əmələ gələcək, bir də su əmələ gələcək. Uşaqlar, 73-cü sualın gəliş şərtini oxuyaq. Yalnız 2-ci və 3-cü qablarda reaksiya gedirsə. Uşaqlar, 2-ci və 3-cü qablarda reaksiya gedir. 1-ci qabda heç bir reaksiya da getmir. Onda 1-ci qabda olacaq su. X olacaq su. Niyə? Çünki su pasiv metallar, bilirik ki, su ilə reaksiyaya daxil olmur. Su nə oksigenlə, nə də kalium OH-la reaksiyaya daxil olmur. Bizə deyir ki, 2 və 3-cü qablarda mütləq reaksiya gedir. Əgər biz 2-ci qaba su töksək, onda 2-ci qabda da reaksiya getməyəcək. Onda misin, yəni 1-ci qabın üzərinə su tökməliyik ki, reaksiya getməsin. 2-ci qabda da uyğun olaraq olacaq NH3 əsası xassəlidir. Düz əsası xassəsi olması, onun oksigenlə reaksiyaya daxil olmasına bir əlaqəsi yoxdur. Sadəcə demək istədim ki, əsası xassəlidir NH3, ona görə də kalium OH-la reaksiyaya daxil olmayacaq. CO2 isə turşu oksidi olduğu üçün kalium OH reaksiyaya daxil olacaq. Z oldu CO2, NH3 oksigenlə reaksiyaya daxil olur. İki şəraitdə temperatur şəraitində azot qazı və su əmələ gətirir. Yox, katalizator iştirakı ilə yandıqda, daha doğrusu oksidləşdikdə isə NO plus su əmələ gətirəcək. Y-də olacaq NH3. Bizə deyir ki, yenə bayaq kimi polyar kovalent rabitələrin sayını istəyir. NH3-də 3 dənə, CO2-də 4 dənə, suda isə 2 dənə. X, Y, Z şəklində düzək. 2, 3, 4 şəklində düzülür. Cavab da Y variantı. 74-cü sual eyni tipdə sualdır uşaqlar. Yenə parçalanması nəticəsində NH3, CO2, bir də su əmələ gələcək. Bizə deyir ki, X, Y, Z maddələrini verib, molekulunda hibrid orbitallarının sayı. Gəlin uşaqlar, maddələri yazaq yenə 74-cü sualda. NH3, CO2, bir də su. Uşaqlar, NH3 molekulunda azot sp3 hibrid vəziyyətindədir. Uşaqlar, karbon qazında hibrid orbitalı, yəni karbon hibrid orbitalı sp hibrid vəziyyətindədir. H2O-da isə oksigen sp3 hibrid vəziyyətindədir. Uyğun olaraq hibrid orbitalı NH3-də 4 dənə, karbon qazında 2 dənə və suda isə 4 dənə hibrid orbitalımız var. X, Y, Z-i müəyyən edin. Oksigenlə reaksiyaya daxil olması, su oksigenlə reaksiyaya daxil olmur. Ona görə X olacaq su. Həm 4 hibrid orbitalı var, həm də oksigenlə reaksiyaya daxil olmur. Hibrid orbitallarının sayı 2. CO2 də oksigenlə reaksiyaya daxil olmur. Hibrid orbitallarının sayı 2 olduğuna görə Y-də olacaq CO2. Z-də baxırıq. Hibrid orbitallarının sayı 4 dənə, NH3-də və oksigenlə reaksiyaya daxil olur. Hətta 2 şəraitdə reaksiyaya daxil olur. Z-də müəyyən elədi. Hansı maddələr mis-2 oksidlə reaksiyaya daxil olmur? Uşaqlar, NH3 mis-2 oksidlə reaksiyaya daxil olur. Yəni Z mis-2 oksidlə reaksiyaya daxil olacaq. CO2 mis-2 oksidlə reaksiyaya daxil olacaq. Çünki mis-2 oksid özü əsasi oksiddir.
CO2 ise turşu oksididir. Reaksiyaya daxil olacaq. Normal duz əmələ gətirəcək. 3-də 2 də reaksiyaya daxil oldu. 3-ə baxırıq. Su miski oksidlə reaksiyaya daxil olmur. Yalnız X. Cavab da D variantı. Keçdik 75-ci suala. Eyni tipdə sualdır uşaqlar. Hətta demək olar ki, X, Y, Z-in yerləri sadəcə fərqlidir. Deyir, molekulunda hibrid orbitallarının sayı. Hibrid orbitalların sayı 2-dir və oksigenlə reaksiyaya daxil olmur. X olacaq CO2. Daha sonra hibrid orbitallarının sayını verib 4. Oksigenlə reaksiyaya daxil olur. Y olacaq NH3. Z də uyğun olaraq su. Hansı maddələr mis-2 oksidlə qarşılıqlı təsirdə olur? Uşaqlar, NH3 qarşılıqlı təsirdə olur. Bir də CO2 qarşılıqlı təsirdə olur. Bayaq izah eləmişdik. X, Y. Cavab da oldu A variantı. 76-cı sual. Kalium OH-a amonium duzunun suda məhluluna əlavə etdikdə qaz çıxır. Uşaqlar, gəlin hər hansı bir amonium duzu götürək. Məsələn, kalium OH-ın üzərinə gələcək amonium xlorid. Reaksiya nəticəsində bilirik ki, kalium xlor, bir də NH4OH nəşətdir spirti alınır, ammonium hidroksid alınır. Ammonium hidroksidində davamsız birləşmədir, anında parçalanır, yarandığı anda NH3 bir də su əmələ gətirir. Deməli, ayrılan qaz oldu, amonyak qazı, NH3. Deyir ki, X qazı hansı maddələrlə reaksiyaya daxil olur? X qazı H xlorla reaksiyaya daxil olub, yenidən ammonium xlorid əmələ gətirir. Dönər prosesdir bu reaksiya. Daha sonra mis-2 oksidlə reaksiyaya daxil olub, azot əmələ gətirir, mis əmələ gətirir, bir də su əmələ gətirir. Qələbələrlə reaksiyaya daxil olmayacaq, çünki NH3-ün özü əsası xassəlidir. CO2 ilə reaksiyaya daxil olacaq, CO2 turşu oksididir, NH3 əsası xassə göstərir, reaksiyaya daxil olub normal duz əmələ gətirəcək. H2 ilə reaksiyaya daxil olmayacaq, çünki NH3 özünə daha hidrogen birləşdirər, hidrogen atomu, molekulu birləşdirə bilməz, amma hidrogen ionu birləşdirərək ammonium ionuna çevriləcək. 1, 2, 4 reaksiyalar daxil olur, cavab da oldu B variantı. 77-ci sual. Hansı reaksiyada X maddəsi azot deyil? Uşaqlar, NH3-ün oksigenlə reaksiyası temperatur şəraitində gedirsə, bu zaman azot qazı alınır. A variantında azotdur. Magneziumun azotla reaksiyası nəticəsində nitridlər əmələ gəlir. B variantı azotdur. NH4 nitratın, yəni ammonium nitratın parçalanması nəticəsində azot əmələ gəlmir. N2O əmələ gəlir. Azot ammonium nitritin parçalanması nəticəsində əmələ gəlir. Ona görə də cavab C variantı. Yenə də gəlin digər variantlara da baxaq. NH3-ün parçalanması nəticəsində azot qazı, bir də hidrogen əmələ gəlir. NH3 üzərinə gəlsin mis-2 oksid, azot qazı, mis, bir də su əmələ gəlir. Cavab C variantı. 78-ci sual. 120 litr amonyakın katalitik oksidləşməsinin sərf olunan oksigenin həcmini hesablayın. 78-ci sual. Deməli, amonyakın NH3-ün katalitik oksidləşməsi temperatur və katalizator iştirakında NO plus su əmələ gələcək. Uşaqlar, gəlin reaksiya tənliyini əmsallaşdıraq. 4 mol, 4 mol, 12, 6 dəfə, 6 o da 4, 10, 5 mol. Deməli, 120 litr amonyakın katalitik oksidləşməsinə, sərf olunan oksigenin həcmi X litr. Normalda isə 4 mol amonyakın katalitik oksidləşməsinə 5 mol oksigen sərf olunur. Gəlin X-i müəyyən eləyək. X bərabərdir. 4-ə ixtisar gedir 30 dəfə, 150 litr. Cavab da oldu D variantı. 79-cu sual. 112 litr amonyakın katalitik oksidləşməsinə 11,2 litr amonyakın katalitik oksidləşməsinə sərf olunan oksigenin həcmini müəyyən edin. Uşaqlar, 4 mol amonyakın katalitik oksidləşməsi üçün bizə nə qədər oksigen lazımdır? 5 mol oksigen lazımdır. Yuxarıdakı reaksiyadan özünüz görürsünüz. Deyir ki, 11,2 litr amonyakın katalitik oksidləşməsi üçün bizə lazım olacaq X litr amonyak. X-ə uyğun olaraq bərabərdir. 11,2-ni 4-ə böləndə 2,8. 2,8 də 5-ə vuranda 14. Deməli, bizə 14 litr oksigen lazımdır. Cavab A variantı. Keçdik 80-ci suala. Azot və hidrogen qazlarından ibarət qarışığın 56 litrinin reaksiyasından sonra 1 qram hidrogen qazı artıq qalır. İlkin qaz qarışığında hər qazdan neçə mol olmuşdur? Gəlin uşaqlar, 80-ci sualı yazaq. Azot və hidrogenden ibarət bir qarışıq var. İbarət qarışığın 56 litrinin reaksiyasından reaksiya nəticəsində NH3 alınacaq. Reaksiya tənliyini gəlin əmsallaşdıraq. 3 molda hidrogen reaksiyaya girər. Ümumilikdə bizdə 56 litr qarışıq var.
Uşaqlar, indi bizə 56 litr ümumilikdə qaz qarışığımız var. Normalda x litr azot reaksiyaya daxil olsa, 3x litr gərək hidrogen reaksiyaya daxil olsun ki, 2x litr də amonyak alınsın. Ümumilikdə 4x litr bizim qaz qarışığımız var. Bizə deyir ki, 1 qram hidrogen artıq qalmışdır. 1 qram hidrogen neçə litrdir uşaqlar? 1 qram hidrogen gəlin molunu hesablayaq. 1 qram hidrogen özü 0,5 moldur. Çünki 1 mol hidrogen 2 qramdırsa, 1 qram hidrogen də 0,5 mol olacaq. Düz deyil. İndi 56 litrin, yəni 56 litr neçə mol olduğunu gəlin müəyyən eləyək. Uşaqlar, 1 mol qaz ümumilikdə 22,4 litrdir. 56 litr qaz da olacaq x mol. X də bərabərdir 2,5 mol. Deməli 2,5 mol əvvəldə qaz qarışığımız vardı. Bunun 0,5 molu artıq qalıb. 2,5-dən də çıxacaq 0,5-i, qalacaq 2. Deməli 2 mol ümumilikdə qaz reaksiyaya daxil olub. Bunun 0,5 molu artıq 2,5 mol ümumilikdə qaz qarışığımız vardı. 2 mol qaz qarışığı reaksiyada iştirak edir. 0,5 mol da yəni hidrogen artıq qalır. İndi bu x ilə x-ləri litr kimi yox, gəlin mol kimi təsəvvür eləyək. Çünki bilirik ki, molla litr nisbəti eyni olur. Tutaq ki, biz x mol azot götürmüşük, 3x mol da hidrogen götürmüşük. Ümumilikdə 2 mol qaz qarışığı reaksiyaya daxil olub. Onda 4x bərabər olacaq 2-yə, x də bərabər olacaq 0,5-ə. Deməli 0,5 mol azot reaksiyaya daxil olub, 1,5 mol hidrogen reaksiyaya daxil olub və reaksiya nəticəsində də 1 mol amonyak alınıb. Davam edirik. İlkin qaz qarışığında hər qazdan neçə mol olmuşdur? 0,5 mol azot olmuşdur. 1,5 mol hidrogen reaksiyaya daxil olmuşdur. 0,5 mol hidrogenimiz də artıq qalmışdı. Ümumilikdə 2 mol hidrogen ilkin qaz qarışığında mövcud idi. Cavab da oldu A variantı. Keçdik 81-ci suala. Uşaqlar, eyni tipdə sualdır. Azot və hidrogenden ibarət qarışığın 100,8 litrinin reaksiyasından sonra 14 qram azot artıq qalmışdır. Uşaqlar, 1 qram, yəni 1 mol azot 28 qramdırsa 14 qram azot da olacaq 0,5 mol. 0,5 mol N2 artıq qalıb. Bunu müəyyən elədik. Daha sonra deyir ki, azot və hidrogenden ibarət bir qarışıq var və reaksiya baş verir. N2 üzərinə gəlinsin H2. Reaksiya nəticəsində alınacaq NH3. Reaksiya tənliyini əmsallaşdıraq. Deməli, ümumilikdə bizdə başlanğıc qarışıq. Başlanğıc qarışıqda 100,8 litr 100,8 litr maddəmiz var. Yəni 100,8 litr qaz qarışığımız var. Uşaqlar, biz azotun mol miqdarını litrə çevirsək daha sadə şəkildə həll edə bilərik. 1 mol azot 22,4 litrdirsə 0,5 mol azot da olacaq 11,2 litr. Deməli 11,2 litr azot artıq qalıb. Ümumilikdə isə 100,8 litr qaz qarışığımız var. Gəlin 100,8-dən çıxaq 11,2-ni 89,6 litr. 89,6 litr başlanğıcda deməli qaz qarışıqları reaksiyaya daxil olub. Onun 11,2 litr azotu isə artıq qalıb ki, ümumilikdə 100,8 litr başlanğıcda qaz qarışığımız olsun. Tutaq ki, biz x litr azot reaksiyaya daxil olacaq bizdə. 3x litrdə onda gərək hidrogen reaksiyaya daxil olsun. Çünki 1 mola 3 mol nisbətində daxil olurlar. 4x bərabər olacaq onda 89,6 litrə. X də bərabər olacaq onda 22,4 litrə. 22,4 litrdə 1 moldur. Yəni qısacası 1 mol azot reaksiyaya daxil olub, 3 mol hidrogen reaksiyaya daxil olub və reaksiya nəticəsində 2 mol amonyak alınmışdır. İndi bizə deyir ki, ilkin qarışıqda hər qazdan neçə mol olmuşdur? 1 mol azotumuz reaksiyaya daxil olub, 0,5 mol azot da artıq qaldığı üçün 1,5 mol azot var idi ilkin qarışıqda. Daha sonra 3 mol da hidrogen reaksiyaya daxil olub, 1,5-in 3-ə, yəni cavab Y variantı. 82-ci sual. Amonyakın sənayedə sintezinə aid deyil. Amonyakın sənayedə sintezi dönər prosesdir, doğrudur. Yüksək təzyiqdə baş verir. Bəli, yüksək təzyiq, yüksək temperatur və katalizator iştirakında gedir reaksiya. Amonyakın sənayedə sintezi, yəni amonyakın sənayedə alınması reaksiyası uşaqlar N2 üzərinə gəlinsin. H2 reaksiya nəticəsində NH3, yəni amonyak alınır. Bu reaksiya temperatur, katalizator və təzyiq iştirakında gedir. Həcmin artması ilə gedir. Gəlin baxaq.
Deməli 1 mol qaz N2 reaksiyaya daxil olacaq, 3 mol hidrogen və 2 mol qaz qarışığı alınacaq. Xeyr uşaqlar, başlanğıcda 4 mol qazımız vardı, reaksiya nəticəsində 2 mol qaz alındı. Həcmin azalması ilə getdi. Cavab C variantı. Eksotermik prosesdir, doğrudur. Birləşmə reaksiyaları istiliyin ayrılması ilə gedir, eksotermik prosesdir. Katalizator iştirakı ilə gedir, doğrudur. Amonyakın sənayedə sintezinə aid deyil, yüksək təzyiqdə baş verir, doğrudur. Adi şəraitdə baş verir, xeyr. Həm təzyiq, həm katalizator, həm də temperatur lazımdır ki, bu reaksiya getsin. Dönər prosesdir, doğrudur. Eksotermik reaksiyadır, doğrudur. Katalizator iştirakı ilə gedir, doğrudur. 84-cü sual. Kalium nitrat və amonium nitrat duzlarını bir-birindən necə fərqləndirmək olar? Qatı sulfat turşusu ilə, onda uşaqlar kalium nitrat qatı sulfat turşusuna reaksiya daxil olar, amonium nitrat da reaksiya daxil olar. Reaksiya nəticəsində, birinci reaksiya nəticəsində kalium sulfat, bir də nitrat turşusu alınacaq. Burada heç bir fərqləndirici xüsusiyyət yoxdur. Biz amonium ionlarını nə ilə təyin edirdik uşaqlar? OH ionları ilə təyin edirdik. 84-cü sual. Belə ki, amonium ionları NH4 müsbət, OH ionlarını görəndə anında NH4OH əmələ gətirirdi. NH4OH da davamsız birləşmə idi. Yarandığı anda parçalanırdı. NH3 üzərinə gəlinsin su əmələ gətirirdi. NH3 qazı da kəskin eyli olduğuna görə biz müəyyən eləyə bilirdik ki, qabın içərisində amonium ionu var. Onda bizə OH ionu lazımdır. Yəni natrium OH məhlulu ilə təyin eləmək olar. Natrium OH amonium nitratla reaksiyaya daxil olub natrium nitrat və NH4OH əmələ gətirəcək. NH4OH da davamsız birləşmədə parçalanıb amonyak və su əmələ gətirəcək. Kəskin eydən də biz müşahidə edəcəyik ki, qabın içərisində amonium nitrat var. Eyni tipdə sualdır. 85-ci sual deyir, natrium xlor və amonium xlor duzlarını bir-birini necə fərqləndirmək olar? Qələvi məhlulu ilə natrium hidroksid ilə bir-birindən fərqləndirmək olar. Davam edirik. Bilirik ki, natrium xlor natrium hidroksid ilə reaksiyaya daxil olmayacaq. Həmçinin kalium nitrat da natrium hidroksid ilə reaksiyaya daxil olmaz 84-də. Səbəbi də reaksiyaya daxil olan hər iki maddə suda həll olur, amma reaksiya nəticəsində çöküntü alınmır. 86-cı sual. X ilə birləşmə reaksiyası gedirsə, X hansı maddələr ola bilər? NH3 ilə birləşmə reaksiyasına daxil olur turşular uşaqlar. Bilirik ki, turşular NH3 ilə reaksiyaya daxil olduqda, məsələn, H-xlor turşusu daxil olduqda NH4 xlorid, amonium nitrat əmələ gələcək. Mis ilə reaksiya nəticəsində NH3-ün mis, N2, bir də su əmələ gələcək. Karbon qazı ilə reaksiyada isə karbamid əmələ gələcək, CO, NH2, 2 dəfə, bir də su əmələ gələcək. Ona görə də 1, 3, cavab Y variantı. Keçdik 87-ci suala. Reaksiyalar verib 1, 2, 3-cü reaksiya. Amonyakın oksigenlə katalizator iştirakında reaksiyası nəticəsində azot monoksid, bir də su əmələ gələcək. CO2 ilə reaksiyası nəticəsində, baxın yuxarıda yazmışıq, karbamid əmələ gələcək. Mis-2 oksidlə reaksiyası nəticəsində isə mis, azot qazı, bir də su əmələ gələcək. İndi deyir ki, reaksiya, demək, bəsit maddələrin sayı. Birinci reaksiyada deyir ki, 1 bəsit maddə əmələ gəlir. Xeyr uşaqlar, 2 mürəkkəb maddə əmələ gəlir. Doğru deyil. Daha sonra 2-yə keçirir, yəni 0 bəsit maddə əmələ gəlir. 2-yə keçirir. 2-də deyir ki, 0 bəsit maddə əmələ gəlir. Xeyr, bəli uşaqlar, baxın, karbamid də mürəkkəb maddədir, su da mürəkkəb maddədir. 2 doğrudur. 3-ə baxırıq. Bizə deyir ki, 2 bəsit maddə əmələ gəlir. Bəli, mis də bəsit maddədir. Həmçinin azot da bəsit maddədir, azot qazı 3 də doğrudur. 2, 3, cavab A variantı. 88-ci sual elə eyni tipdə sualdır uşaqlar. Deməli, birinci reaksiya nəticəsində karbamid alınacaq, NH2, 2 dəfə üzərinə gəlinsin su. İkinci reaksiya nəticəsində mis alınacaq, azot qazı alınacaq, bir də su alınacaq, azotun alınması reaksiyasıdır. Üçüncü reaksiyada NH3 yalnız temperatur iştirakında oksigenlə reaksiyaya daxil olduğu üçün azot qazı, bir də su alınacaq. Yuxarıda da katalizator iştirakında reaksiyasını yazmışdıq. Birinci reaksiyada mürəkkəb maddələrin sayını bu səfər soruşur, doğruları müəyyən eləyin. Birinci reaksiyada bizə deyir ki, 2 mürəkkəb maddə alınıb. Birinci reaksiyada bəli 2 mürəkkəb maddə alınıb, 1 doğrudur. 2-yə baxırıq. Deməli 1 mürəkkəb maddə alınıb. Bəli, su, yalnız 1 mürəkkəb maddə alınıb, 2 də doğrudur. 3-ə baxırıq. Bizə deyir ki, 2 mürəkkəb maddə alınıb. Xeyr uşaqlar, 1 mürəkkəb maddə alınıb. Ona görə də 3 yanlışdır. 1, 2, cavab C variantı. 89-cu sual. Qaz qarışığını bizə verib NH3 və oksigen tamamilə reaksiyaya daxil olan qarışığın həcmi, qarışığın tam oksidləşmə məhsulu yalnız oksidlər. Gəlin reaksiyanı yazaq. NH3 və oksigen.
Deməli, qarışığın tam oksidləşmə məhsulu tamamilə reaksiyaya daxil olur. Yalnız oksidlər. Uşaqlar, yalnız oksidlər alınırsa, deməli, oksidləşmə məhsulu deyirsə, deməli, reaksiyaya temperatur və katalizator verilir ki, yalnız oksidlər alınsın. NO üzərinə gəlinsin su. Yox, əgər reaksiya katalizatorsuz geçsəydi, o zaman azot qazı alınardı ki, azot qazı da oksid deyil. Reaksiya tənliyi bu şəkildədir. İndi gəlin reaksiya tənliyimizi əmsallaşdıraq. 4 mol, 4 mol, 6 mol, 5 mol. Reaksiya tənliyi əmsallaşdı. Deyir, tamamilə reaksiyaya daxil olan qarışığın həcmi. Deməli, deyir ki, reaksiyaya daxil olan qarışığın həcmi ümumilikdə 54 litrdir. Uşaqlar, 4x litr amonyak reaksiyaya daxil olsa, 5x litrdə gərək oksigen reaksiyaya daxil olsun. Ümumilikdə 9x də bərabər olacaq 54-ə. 54 litr qaz qarışığı reaksiyaya daxil olmuyor. X də bərabər olacaq 6 litrə. Bizə deyir ki, qarışıqda amonyakın həcmini müəyyən edin. Qarışıqda 4x litr amonyak olduğu üçün 4x də bərabərdir 24 litr. Cavab da oldu D variantı. Keçdik 90-cı suala. Azot və amonyakdan ibarət qaz qarışığına 20 litr H-xlor qazı əlavə edildikdə qaz qarışığının həcmi 25% azalır. Gəlin 90-cı sualı yazaq uşaqlar. Doxsanıncı sual. Azot və amonyakdan ibarət qaz qarışığımız var. N2, bir də NH3. Qaz qarışığına H-xlor qazı əlavə edildikdə bilirik ki, azot H-xlorla reaksiyaya daxil olmayacaq. Amma NH3 H-xlorla reaksiyaya daxil olub ammonium duzunu əmələ gətirəcək. NH4 xlor. Reaksiya tənliyini əmsallaşdırmağa ehtiyac yoxdur. Deyir, azot və amonyakdan ibarət qaz qarışığına 20 litr H-xlor qazı əlavə edildikdə, 20 litr H-xlor qazı əlavə edilibsə, onda 20 litrdə gərək NH3 reaksiyaya daxil olsun. Çünki 1 mola 1 mol reaksiyaya daxil olur axı. Qaz qarışığının həcmi 25% azalır. Ümumilikdə bu qaz qarışığının həcmi 25% azalacaq. Deməli, qaz qarışığının tərkibində 25% NH3 var idi, 75% də azot var idi ki, qaz NH3 H-xlorla reaksiyaya daxil oldu və qaz qarışığının həcmi 25% azaldı. Uşaqlar, 20 litr NH3 reaksiyaya daxil olur və qaz qarışığının həcmi 25% azalır. Deməli, 25% ümumi həcmin 20 litrdirsə, 25%. 100% neçə litr olacaq? Ümumi qaz qarışığının həcmini tapaq. 100% də olacaq x litr. X də bərabərdir. İxtisarlarımızı aparaq 4 dəfə 80 litr. Deməli, başlanğıcda bizim 80 litr qazımız var idi. Bunun 25% azaldı. Yəni 20 litri H-xlorla reaksiyaya daxil oldu. İndi davam edirik. Qaz qarışığının qalan hissəsinin tam yanmasına 15 litr oksigen sərf olunarsa, deməli, qaz qarışığımız qaldı N2, bir də NH3-ün artıq miqdarı. NH3 nə qədər götürmüşük bilmirik. Ümumilikdə 80 litr qaz qarışığımız var. Bunun 20 litr NH3 reaksiyaya daxil oldu. Biz bilmirik axı nə qədər NH3 var. Bəlkə 50 litr NH3-ümüz var, 30 litr artıq qalıb. Ona görə hər ikisini gəlin oksigenlə reaksiyada yandıraq. Temperatur, yalnız temperatur olduğu üçün azot qazı, bir də su əmələ gələcək. Uşaqlar, birinci reaksiya yanma reaksiyası deyil. Yanma reaksiyası deyil. Reaksiya gedir ha, X o mənada yazılmadı. Birinci reaksiya yanma reaksiyası deyil. Deyil. İndi uşaqlar, gəlin səbəbini izah edeyim. Niyə yanma reaksiyası deyil? Yanma reaksiyası oksigenin temperatur şəraitində maddə ilə reaksiyaya daxil olur və maddəni yandırır. Düzdür, oksigen temperatur şəraitində reaksiyaya daxil olur. Amma reaksiya nəticəsində mütləq istilik ayrılmalıdır. Yanma reaksiyası nəticəsində uşaqlar istilik ayrılır. Azotun oksigenlə reaksiyası isə müsbət Q, yəni istiliyin üstə mənfi Q, yəni istiliyin udulması ilə gedir. Ona görə də azotun oksigenlə reaksiyası yanma reaksiyası deyil. Yalnız NH3-ün oksigenlə reaksiyası yanma reaksiyası da. Ona görə də biz buradan da gördük ki, NH3 artıq qalıb ki, 15 litr oksigenlə reaksiyaya daxil olub ki, yanıb. Baxın, məsələn, davamını oxuyun, davamını oxuyaq. Qaz qarışığının qalan hissəsinin tam yanmasına 15 litr oksigen sərf olunarsa, azot yanmadığı üçün, yalnız NH3 yandığı üçün, NH3-ün də yanmağına 15 litr oksigen sərf olunur. İndi gəlin mol miqdarlarına uyğun olaraq məsələni həll eləyək. İlk öncə reaksiya tənliyini əmsallaşdıraq. NH3 4 mol NH3
reaksiyaya daxil olacaq. 2 mol azot reaksiyaya daxil olacaq. Hidrogenlərin sayını bərabərləşdirək. 6 mol hidrogen, 3 mol da oksigen. 15 litr oksigen reaksiyaya daxil olacaqsa, x litr NH3 reaksiyaya daxil olar. 4 mol NH3 ilə isə 3 mol oksigen reaksiyaya daxil olurdu. İxtisarlarımızı aparaq 5 dəfə. X də bərabərdir 20 litr. Deməli 20 litr NH3 oksigende yanacaq. 20 litr 20 litr NH3'ümüz də qabaqcadan var idi. NH3'ümüz də qabaqcadan var idi. Baxın, H xlorla 20 litr NH3'ümüz reaksiyaya daxil olmuşdu. 20 litr NH3 də 15 litr oksigende yanacaq. Deməli ümumi NH3'lərimizin cəmi 40 litr qarışıqda NH3 var idi. Bu ümumi 80 litrlik qarışıqda 40 litr NH3 var idi. Onda 40 litr də elə azot olacaq. Bizə deyir ki, sərf olunan, deməli qarışıqda azot neçə qram lityumla tamamilə reaksiyaya daxil olacaq. 40 litr azotumuz var. Gəlin indi azotun lityumla reaksiyasını yazaq. N2 üzərinə gəlsin lityum, lityum nitrit. Reaksiya tənliyini əmsallaşdıraq. 2 mol, 6 mol. Reaksiya tənliyi əmsallaşdı. Uşaqlar, baxın. 22,4 litr azot 6 vurulsun 7 qram lityumla reaksiyaya daxil olacaq. Bizə neçə litr azotumuz var idi? Bayaq yuxarıdakı məsələdə hesablamışdıq. 40 litr NH3'ümüz var idisə, onda ümumilikdə qarışıq 80 litr idisə, 80 çıxılsın 40 litrdə onda azotumuz var. 40 litr azot reaksiyaya daxil olacaq. Neçə qram lityumla? Bilmirik. X qram lityumla reaksiyaya daxil olacaq. X də bərabərdir. Gəlin bu tənasibi həll eləyək. 6 vurulsun 7, vurulsun 40, bölünsün 22,4. Gəlin ixtisarlarımızı aparaq. 4-ə ixtisar gedəcək. 5,6 dəfə. 5,6 7-yə ixtisar gedir 0,8 dəfə. 0,8 ilə sıfırlardan biri atılır. 2-yə ixtisar getdi 4 dəfə. 2-yə ixtisar getdi 3 dəfə. 300 bölünsün 4. Bu da uyğun olaraq bərabərdir 75 qram. Deməli 40 litr azotumuz var idi. 40 litr azot da 75 qram lityumla reaksiyaya daxil olar. Cavab da oldu B variantı. Bu qədər uşaqlar, məsələ çox çətin görünürdü. Əslində o qədər də çətin deyil. Çox sadə bir şəkildə həll etməyə çalışdıq. Keçirik 91-ci suala. Amonyak hansı maddələrə reaksiyaya daxil olmur? Amonium ortofosfatla reaksiyaya daxil olmayacaq. Çünki amonium ortofosfat artıq normal duzdur. Əgər turş duz olsaydı, amonyak turş duzdakı hidrogenin birini özünə birləşdirərdi və amonium duzunu daha da, daha qüvvətli amonium duzu əmələ gətirərdi. 2-yə baxırıq. CO2 ilə 1 götürürük bu arada. Amonium ortofosfatla reaksiyaya daxil olmayacaq. Baxın 4-də elə verilib uşaqlar. 4-də reaksiya gedəcək. Niyə? Çünki amonyak amonium dihidroortofosfatla reaksiyaya daxil olacaq. Hidrogenlərdən birini götürəcək. NH4 2 hidroortofosfat əmələ gətirəcək. Yəni hidrogeni özünə birləşdirə bilir. Amma normal duzlarla reaksiyaya daxil olmur. CO2 ilə reaksiyaya daxil olacaq. Karbamid plus su əmələ gətirəcək. Kalsium hidroksid ilə reaksiyaya daxil olmur. Çünki amonyakın özü əsası xassəlidir. Əsaslarla reaksiyaya daxil olmur. 2-yə baxırıq. Amonyak hansı maddələrlə reaksiyaya daxil olur? Bildik ki, CO2 ilə reaksiyaya daxil olub karbamid plus su əmələ gətirir. Hidrogeni daha özünə birləşdirə bilməz. Çünki maksimum valentlik göstərir. Mis 2 oksid ilə reaksiyaya daxil olacaq. Mis, azot və su əmələ gətirəcək. Natrium OH reaksiyaya daxil olmayacaq. Çünki əsası yox xassəlidir. Əsaslarla reaksiyaya daxil olmur. Oksigenlə reaksiyaya daxil olacaq. Üzdə 2 şəraitdə temperatur və katalizator iştirakı ilə temperatur zamanı N2 plus su əmələ gətirəcək. Katalizator şəraitində reaksiya zamanı isə NO plus su əmələ gələcək. 93-cü sual. Ammonium xlorid hansı maddələrlə reaksiyaya daxil olmur? Dedik ki, ammonium xlorid, yəni NH4 xlor. Barium nitratla reaksiyaya daxil olmayacaq. Əslində ikisi də duzdur. İkisi də eyni qüvvətliyə malik turşu qalığın duzlardır. Reaksiyaya daxil olması üçün reaksiya nəticəsində çöküntü alınmalıdır. NH4 xlorla barium nitrat reaksiyaya daxil olduqda barium xlor, bir də ammonium nitrat alınacaq. Heç biri çöküntü olmadığına görə alınan maddələrin bu reaksiya getməyəcək. Bilirik ki, duzların reaksiyası nəticəsində 2 şərt ödənməlidir. Birinci şərt odur ki, reaksiya nəticəsində çöküntü alınmalıdır. İkinci şərt odur ki, reaksiyaya daxil olan hər iki maddə suda həll olmalıdır. Reaksiya nəticəsində çöküntü alınmadığına görə bu reaksiya getmir. Kalium OH ilə reaksiyaya girəcək. Deməli NH4OH və kalium xlor əmələ gələcək.
NH4OH da parçalanacaq. Davamsız birləşmədir. NH3 bir də su əmələ gətirəcək ki, bilirik ki, bu da NH3-ün kəskinlik vasitəsilə amonium ionunun təyini reaksiyasıdır. Sonra H2SO4 ilə reaksiyaya daxil olmasına gəlin baxaq. Reaksiya nəticəsində alınacaq NH4SO4 bir də H-xlor. Çünki SO4 turşusu H-xlor turşusundan daha qüvvətli turşudur. Onu duzundan sıxışdırıb çıxarda biləcək. Üçüncü reaksiyada gedir. Dördüncü reaksiya getməyəcək. Çünki H-xlor duz özünün turşusu ilə reaksiyaya daxil olduqda turş duz əmələ gətirməlidir. H-xlor da bir əsaslı turşu olduğuna görə turş duzu yarada bilmir. Ona görə də bu reaksiya getmir. 94-cü sual. Amonium xlorid hansı maddələrlə reaksiyaya daxil olur? NH4, xlor. Argentium nitratla reaksiyası nəticəsində gəlin bir-bir reaksiyaları, məhsullarını yazaq. Reaksiya nəticəsində argentium xlor, bir də amonium nitrat əmələ gəlir. Argentium xlor çöküntü olduğu üçün bu reaksiya gedəcək. Çünki duzların duzlarla reaksiyasındakı şərt ödəndi. Daha sonra 2-yə baxırıq. Kalsium nitrat reaksiya nəticəsində alınacaq kalsium xlorid, bir də amonium nitrat. Reaksiya nəticəsində çöküntü alınmadığı üçün bu reaksiya getməyəcək. Barium hidroksidlə reaksiyası. Reaksiya nəticəsində alınacaq ammonium hidroksid və barium xlorid. Bilirik ki, əgər çöküntü alınmasa əsaslar duzlarla reaksiyaya daxil olmur. Amma NH4OH davamsız birləşmə olduğu üçün NH3 bir də su əmələ gətirir. Uşaqlar, bildiyimiz kimi NH3 qaz halında maddədir. Qaz halında maddə alındığına görə reaksiya sona qədər gedir. Üçüncü reaksiyada gedəcək. Dördüncü reaksiyaya baxırıq. Silikat turşusunun duzla, silikat turşusu daha doğrusu. Uşaqlar, silikat turşusu H-xlor turşusundan zəif olduğu üçün onu sıxışdırıb çıxarda bilməz. Bu reaksiyada getməz. 95-ci sual. Hansı maddələr amonyakla qarşılıqlı təsirdə olduqda su alınır? NH3 ilə. Uşaqlar, oksigen amonyakla qarşılıqlı təsirdə olduqda istəyir temperaturla, istəyir katalizatorla hər iki halda su alınacaq. H-xlor reaksiyaya daxil olduqda amonium xlorid alınacaq. 2 yanlışdır. Üstəm, su alınmır deyir. O2-də alınır, bu variantı götürmürük. 2-də alınmır, H-xloru götürürük. Həmçinin turşu HNO3 reaksiya nəticəsində amonium nitrat alınacaq. 3-də də su alınmır. 4-ə baxırıq. CO2 ilə reaksiyası nəticəsində karbamid, bir də su alınacaq. 4 yanlışdır. 2-3 cavablarında doğrudur. Su alınmır. 2-3-ü götürürük. 96-cı sual. Hansı maddələr amonyakla qarşılıqlı təsirdə olduqda su alınır? Uşaqlar, HNO3 turşular amonyakla qarşılıqlı təsirdə olduqda duz əmələ gətirir, su alınmır. H2SO4-də həmçinin CO2 daxil olduqda amonyakla reaksiyaya karbamid plus su əmələ gəlir. Həmçinin mis-2 oksid amonyakla reaksiyaya daxil olduqda mis, azot qazı, bir də su əmələ gəlir. 3-4 cavab 3-4 oldu. 97-ci sual. Ammonium hidroksid parçalanıb NH3 su əmələ gəlir. Reaksiyası üçün doğru olmayan ifadələri müəyyən edin. Naşatır spirti parçalanır, doğrudur. Ammonium şurası parçalanır, xeyr, yanlışdır. Azotun oksidaşmə dərəcəsi dəyişir. Uşaqlar, azot -3 oksidaşmə dərəcəsindən elə -3 oksidaşmə dərəcəsinə gəlir. Azotun oksidaşmə dərəcəsi dəyişmir. Daha sonra bu yanlışdır. Doğru olmayanı istəyir 3-ü də götürürük. Keçdik 4-ə baxmağa. Azotun oksidaşmə dərəcəsi dəyişmir, doğrudur, dəyişmir, 4 doğrudur. 2-3 yanlış cavabdır. 98-ci sual. Ammonium ionu NH4 müsbət ionu üçün hansı ifadələr doğru deyil? Azot atomu doğrudur, çünki ammonium ionu donor-akseptor mexanizmi ilə yaranan bir birləşmədir. Azot atomu akseptordur, xeyr. Hidrogen atomu akseptordur, doğrudur. Hidrogen atomu donordur, yanlışdır. Bizdən səhv eləmirəmsə yanlış cavablar istəyir. 2-4 yanlış cavablardır uşaqlar. Deməli, yenə ammonium ionu üçün doğru ifadələri müəyyən edin. Doğru ifadələr də olacaq. Deməli, azot atomu donordur, doğrudur. Hidrogen atomu akseptordur, doğrudur. 100-cü sual. Hansı reaksiyadan duz əmələ gəlirsə, X hansı maddələr ola bilər? Uşaqlar, X, yəni NH3 turşularla reaksiyada duz əmələ gətirir. X ola bilər 1 və 3. Kalium OH ilə reaksiyaya daxil olmayacaq, çünki əsası xassəlidir. Həmçinin natrium OH ilə reaksiyaya daxil olmayacaq, çünki əsası xassəli olduğuna görə NH3 əsaslarla reaksiyaya daxil olmur. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bugün sizlərlə azot və onun birləşmələri bölməsindəki amonyak, ammonium duzları, alınması və xassələri mövzusunda 51-dən 100-ə qədər olan sualları izah etdik. İnşallah gələn dərslərdə görüşənədək gözünüzə yaxşı baxın. Allaha əmanət olun, sağ olun.